Salamlar, bugün sizlərlə subtotal haqqında danışacağıq. Gəlin başlayaq. Subtotal nədir? Subtotal ümumiyyətlə keçdiyimiz bütün düsturların bir düstur altında istifadə olunmasıdır. Yaxşı, belə bir sual doğrula bilər ki, yaxşı, əgər biz o düsturların hamısını biliriksə, niyə bunu subtotaldan istifadə etməliyik? Gəlin onu nümunə üzərində izah edin. Demək, bizə belə bir cədvəl verilir. Və gördüyümüz kimi suallar qoyulub ki, cəmin tap, orta satışı tap və s. kimi. İndi biz satışların cəmini üzərində işləyəcək, qalanı özünüz məşq edə bilərsiniz. Deməli, nə edirik? İlk öncə gəlin düsturumuzun yazılışını öyrənək. Bunun üçün nə edirik? Bərabərlik işarəsini qoyuruq. Sub yazan kimi avtomatik olaraq Excel bizə verir və gəlirik subtotalı tapırıq. Üstünə 2 dəfə klikləməklə avtomatik olaraq aktivləşir. Və digər düsturlardan fərqli olaraq görürük ki, artıq dediyimiz kimi bütün keçdiyimiz, keçmədiyimiz bütün düsturların hamısını biz bir düstur altında görə bilərik. Ancaq burada belə bir şey var. Deməli, biz baxıb görürük ki, bir düsturdan 2 dəfə verilib. Bir average 1-də verilib, bir də average 101-də verilib. Yaxşı, belə bir sual oluna bilər ki, niyə belə təkrar gəlir? Bunun yəni bir fərqi var. Əlbəttə ki, fərqi var və bu fərqinə görə subtotal digər düsturlardan fərqlənir. Nədir fərqi? Deməli, əgər biz 1-dən 11-ə qədər, yəni bu 101-ə qədər olan hər hansı bir düsturdan istifadə etsək, xanamızda, yəni bu cədvəlimizdə fərqi yoxdur. Gizlənmiş olsun, gizlənməmiş olsun, filtr olsun, olmasın. Hamısını hesablayıb verir sizə. Yox, əgər 100-dən yuxarı hər hansı bir düsturdan istifadə etsəz, o zamanı ola bilər ki, sizin cədvəlinizdə filtrlənmiş məlumat olsun və yaxud da gizlədilmiş məlumat olsun, onu hesablamayacaq, yəni nəzərə almayacaq. İndi gəlin baxaq, burada cədvəlimizə diqqət etsək görürük ki, 5-dən sonra 7 gəlir. Bu o deməkdir ki, deməli, avtomatik olaraq biz buradan başa düşürük ki, deməli, bizim bir dənə xanamız gizlədilib. İndi bu, gəlin əvvəlcə gizlədilmiş xanaya görə indi hesablama işləri aparaq. Ən məşhur olan sum düsturundan istifadə edir, çünki bizdən satışların cəmini soruşur. Ona görə də əvvəlcə gəlin 11-ə qədər olan, yəni 9-u seçirik. Görürük ki, burada 9-dadır sum. Onu 2 dəfə klikləyirik, avtomatik olaraq seçilir. Sonra vergül işarəsi qoyuruq və satışların dediyinə görə bütün satışları seçirik, yəni 7-yə qədər olan və mötərizəni bağlayıb enteri sıxırıq. Görürük nə alındı? 2440. İndi gəlin yenidən subtotalda 100-dən yuxarı olan sumdan düsturundan istifadə edək. Yenə bərabərlik işarəsi qoyuruq, subtotal yazırıq, düsturumuzu aktivləşdiririk. Gəlirik burada tapırıq 109-u. Tapdıq. Ondan sonra sum olduğuna görə 109 götürürük və klikləyirik və ondan sonra yenidən vergül işarəsi qoyuruq. Yenidən eyni qayda ilə satışların hamısını seçirik. Mötərizəmizi bağlayırıq, enteri sıxırıq. Və gördük ki, bir düsturdan istifadə etdik. Yəni sum düsturundan, bildiyimiz kimi cəm sum düsturundan tapılır. Ancaq fərqli nəticə oldu. Bu o deməkdir ki, deməli 9-a qədər, yəni 9-a bu seçdiyimiz, gördük ki 9-dur, bizə 2440 verdi, yəni yuxarı verdi. Bu onu göstərir ki, deməli burada gizlənilən, bax bunu açsaq belə, görürük ki bir dənə adam da var, məsəl üçün Aynur da var. Həmin o Aynuru da hesablayaraq bizə nəticə verdi və görürük ki, avtomatik olaraq Aynuru biz ortaya çıxardan kimi aşağıdakı nəticəmiz də dəyişdi. Amma indi gəlin, məsəl üçün, Aynuru yenidən gizlədək və görürük ki, avtomatik olaraq aşağıdakı nəticə dəyişdi, amma yuxarıdakı nəticə dəyişmədi. Bu deməkdir ki, deməli, 1-dən 9-a qədər olan, yəni 11-ə qədər olanlar gizlədilmişi də nəzərə alır. Biz bilməsək də, görməsək də onu nəzərə alıb hesablayır. Amma 100-dən yuxarı olan kodlar isə
sadəcə olaraq görünənləri nəzərə alır. Yəni aşağıdakı bu 109 olan sam burada nəyi görübsə, yəni 5-ə qədər olan, onları hesablayıb. Yəni 400-ün üstünə 510 gəlib, sonra 630 gəlib və sonra 200 gəlib, alıb 1740. Yəni bu şəkildə subtrahtordan istifadə edib verilən məlumatları tapa bilirik. Yaxşı, bəs fərqi nə idi? Elə əsas fərqi də budur ki, bizim gizlədilmiş, edit edilmiş və yaxud da ki, filtr verilmiş hər hansı bir cədvəlimizi, xanamızı tapmamıza subtrahtor köməklik edir. Məsəl üçün, bizə lazım deyilsə ki, burada hər hansı bir şəxsin görünməsin və görünənlər hesablansın, o zamanı bu düsturdan istifadə etmək şərtdir.